Bu dərsimizdə mətnin rəngini arxa plan rənginə uyğun seçmiş olacaq. Gəlirik öz səhifəmizə və index.html-də div etiketi içərisində h1 etiketi yazıram və bura LNR TV yazısını qeyd etmiş oluram. Və daha sonra style.css-ə gəlirəm. Gradientdən istifadə edəcəm. Background, image yazıram və liner gradient. Bura to left yazıram. Yəni soldan sağa doğru rənglər gəlmiş olsun. İlk olaraq ağ rəng 50% və qara rəng 50% deyə gəlsin. Aha, bu şəkildə rəng gəlmiş oldu və daha sonra div etiketinə display flex verirəm və align items center justify content center verib ortalayıram. Daha sonra burada genişlik olaraq 100%, hündürlük olaraq 100% verirəm və bu şəkildə ortalanmış oldu və h1 etiketimə font size olaraq 5 rem verirəm. Font weight olaraq, yəni qalınlığını bold verirəm. Bu şəkildə. Daha sonra rəngini white yazıram. Bu şəkildə gəlsin. Və fikir verirsinizsə, burada mətnin bir hissəsi qara rəngin üzərindədir, digər hissəsi isə ağ rəngin üzərindədir. Gəlib h1 etiketinə mix, blend, mood, difference yazdığım zaman baxın, bu şəkildə belə bir görüntünü almış olacaq. Yəni, arxa planı qara rəngdə, yazının bir qismi ağ rəngdə gəldi və arxa planı ağ rəngdə, yazının bir qismi isə qara rəngdə gəlmiş oldu. Bu şəkildə gözəl bir görüntünü əldə etmiş olacaq. Mix Blend mod ilə belə desək, rəngini seçmiş olduq. Bu dərsimiz qısa oldu, ancaq maraqlı bir mövzu idi. Gələn növbəti dərsimizdə görüşənə qədər hələlik.